Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammedin və accil fərəcəhum. İxlas surəsi, ya başqa adı ilə desək, Qul huvallahu əhəd surəsi. Bu surənin xüsusi bir qaydada Həzrəti Əli əleyhissalama nəzr olunması var. Hər hansı bir önəmli, böyük hacətə çatmaq üçün. Düşünmürəm, xırda işlər üçün bu qədər zəhmətə dəysin. Əlbəttə, etmək olar, amma insanın böyük bir arzusu varsa, böyük əhəmiyyətli bir istəyi varsa, hacəti varsa, bunun üçün etsə daha yaxşıdır. Deməli, bu cürdür. Həmin hacətə çatmaq üçün əvvəldə dəstəmaz alırsan, dəstəmaz alandan sonra hacətə çatmaq üçün 2 rükət namaz qılırsan, hacətə çatmaq üçün 2 rükət sübh namazı kimi namaz qılırsan. Namaz bitəndən sonra 100 dəfə salavat zikr edirsən. Salavat da tam şəkildə olmalıdır. Naqis salavat dərdə dəymir. Tam yəni bu cür. Allahümme salli ala Muhammed və ali Muhammed. 100 dəfə salavat bitəndən sonra Allaha deyirsən, Xudaya, üzü qibləyə qaldığın formada, oturduğun halda. Xudaya, mənim boynuma olsun. 444 dəfə İxlas surəsi oxuyub Həzrəti Əlinin ruhuna hədiyyə etmək. Bunu nəzr edirəm, mənim öhdəmə olsun. İnşallah arzuma çatandan bunu edəcəm. Amma bu cür 400 dəfə İxlas surəsini hədiyyə edirsən, 44 dəfə İxlas surəsi qalır. Bunu hədiyyə etmirsən. İnşallah hacətinə çatandan sonra o 44 dənəni də hədiyyə edəcəksən, bütövlükdə olacaq 444. Hər gün bu əməl etmək olar.